Salam, hər vaxtınız xeyir olsun. Sizə magistratura üzrə birinci cəhd imtahanı üçün qeydiyyatdan keçmək üçün qısa bir izah videosu çəkək dedik. Əvvəlcə bir bank tətbiqində ödənişlər hissəsinə keçid edib Dövlət İmtahan Mərkəzini seçirsiniz. Açılan hissədə FIN kodunuzu yazdığınız zaman ad soyadınız çıxacaq. Orada əlavə ödənişi seçib davam eləyirsiniz. Daha sonra Dövlət İmtahan Mərkəzi şəxsi kabineti yazırsınız. Giriş bölməsinə klik etdikdən sonra açılan səhifədə istifadəçi adı yerinə FIN kodunuzu yazırsınız. Daha sonra da parolu yazıb daxil ola bilərsiniz. Əgər parolu unutmusunuzsa, MyGov vasitəsilə, yəni digital loqindən də daxil olmaq mümkündür. Mobil tətbiqi açırıq telefonumuzda və QR kod vasitəsilə daxil oluruq. Açılan səhifədə şəxsi məlumatların hər birinin doğruluğunu yoxlayın zəhmət olmasa. Əgər şəxsi vəsiqəsi dəyişibsə, seriya nömrəsinin düzgünlüyünü, yeni olmalıqını yoxlamaq mütləqdir. Bütün bunlardan əmin olduqdan sonra hesab bölməsinə daxil olub hesaba pulun yükləndiyindən əmin olmalıyıq. Daha sonra yenidən Dövlət İmtahan Mərkəzinin əsas səhifəsinə daxil olub magistratura elektron ərizə hissəsinə keçid eləyirik. Bakalavrların elektron ərizə səhifəsinə xoş gəlmisiniz. Burada artıq daxil ol hissəsindən klik eləyib MyGov ID-ni seçirik və fin ilə davam etdikdən sonra artıq səhifəyə giriş eləməyimiz mümkündür. Ərizə yoxdur, ona görə daxil ol hissəsinə basmalıyıq. Şəxsi məlumatlar sol tərəfdəki menyudan birini seçin. Şəxsi məlumatlar hissəsində nəyisə ehtiyac yoxdur, onlar onsuz şəxsi kabinetdən götürüləcək. Ali təhsil hissəsinə keçid eləyirsiniz. Daha sonra bakalavr təhsili haqqında məlumat verin. Burada təhsil aldığınız universitetin Azərbaycanda yoxsa xaricdə olduğunu seçib davam eləməlisiniz. Açılan səhifədə də sadəcə universitet ixtisasınız qeyd olunub. Sadəcə seç edirsiniz. Burada istisna hallarda ixtisaslaşma dili qeyd olunacaq. O da açıqlama bölməsində məlumat verilib bu barədə. Aşağı bölmədə təhsil haqqında məlumat verin hissəsindən əvvəllər magistr təhsili olmayanlar magistr təhsilim yoxduunu seçir. Olanlar üçün isə artıq ixtisas və, ortalama falan görünəcək orda. Daha sonra biz imtahan bölməsinə keçid edirik. İmtahana qeydiyyat üçün müraciət, xarici dilinizi və Azərbaycan yoxsa rus bölməsi olduğunuzu seçirsiniz. Yadda saxla hissəsinə klikləyib yadda saxlayırıq. Aşağı hissəyə gələrək ərizənizi təsdiq edə bilərsiniz.